Zeynəb kimi xanım, 2 dənə balası oradadır. Bir dənə baxın tarixə, bütün şəhidlər çıxanda demək olar ki, çıxırdı qabağından, qarşılayırdı. Amma 2 balası gələndə çıxmadı. Dedilər, niyə? Dedi, birdən İmam Hüseyin narahat olar. Görər, narahat olar, qoy narahat olmasın. Bu bacı qardaşı anlayır. Yəni, məsələn, Rubabın hadisəsində fikir verirsiniz, deyir, oldu da narahat olma. Yəni, adətən kişi qadına deyər ki, da başımıza bu hadisə gəldi. Xanımın orada danışması budur, davranışı budur. Narahat olma Hüseyin, hadisə başımıza gəldi, hər şey sənə qurban olsun. Bu, ali bir hədəfdən xəbər verir də. Yəni, burada bir, bunun, məsələn, hansı tərəfinə varırsan, görürsən, yox, bunlar böyük amallar üçün yaşayıblar. Ona görə fəda edə biliblər, fədakarlıq edə biliblər. Yoxsa bunlar necə həll eləyək? Bu mövzuları necə həll eləyək biz? Nə danışaq, hardan danışaq, hansı söhbət eləyək? Doğrudan da tohidi dünya görüşü insana həm ümid, həm ruhiyyə verir, həm insana istiqamət verir, həm insanı qoymur ki, insan pessimist olsun, bədbin olsun, insanı nikbin eləyir. O qədər nikbinsən ki, 18 nəfər yaxınlığı bir gündə itirirsən, deyirsən, ma rəaytu illə cəmilən, gözəllikdən başqa bir şey görməmişəm. Bu, adam mərdən deyər, nə üçünsə, nəyəsə xatir ki, məsələn, acıq vermək üçün, Əziz Zeynəbin ruhunun halı o idi. O, onun əzəmətindən xəbər verirdi.